21. Əslində bu da elə 19 kimidir. Bax, paraleloqramda deyir AE tənbüləndir. Ümumiyyətlə paraleloqramdır, düzbucaqlıdır, rombdur, kvadratdır. Kvadratda yox. Kvadratda çünki diagonal olur. Tənbülən çəkmisənsə, burada həmişə bərabər yanlı üçbucaq yaranır. Həmişə. Bax, bu yenə də deyirəm, bura x-dırsa, bura da x-dır. Yaxud da x demə alfa ilə deyək, düzdür. Bax, bura alfadırsa, bura da alfadır. Bax, bura da alfadır. Niyə? Çünki çarpaz bucaqlardır bundan bu. Aydındır, çarpaz bucaqlar olduğuna görə. Onda bura 3-dürsə, bura da 3-dür. Təbii ki, bura da 3-dür. Paraleloqramın qarşı tərəfləri bir-birinə bərabər olur. Perimetri də neçədir? 14-dür. Burada bir x desəm ES-yə. Onda BC tərəfi 3 plus x olur, AD tərəfi də 3 plus x olur. Düzdür? Onda bayaqki qayda ilə yenə də perimetri tapsam, olacaq 3 üstə gəlinsin 3 plus x, yəni bu tərəflə bu tərəfin cəmsin 2-yə vuranda bərabər olmalıdır perimetrə 14-ə. Hər iki tərəfi 2-yə bölürəm, 3 ilə 3-ünü toplayanda 6 plus x bərabər olur 7-yə, x bərabərdir 1-ə. Bizdən EC-ni soruşurdu, EC də x ilə işarələdiyimə görə, deməli EC də elə nəyə bərabərdir? 1'ə. O da olur B variantı. Aydındır. Sonra